Herkesin sabahınız xeyir olsun. Necəsiz, nə var, nə yox. İlk dəfədir mən vlog çəkirəm. Heç çəkməmişdim. Gedirəm indi işə. Gördüyünüz kimi Baku City Tour şirkətini təmsil edirəm. Bəli, keçən reklam kimi maraqlı işdir. Turistlərlə iş görürük. Turistlərə tur satırıq. Hal-hazırda Neftçilərdə qalıram. Bəli, bu da bizim blokdur. Güzel evimiz var. Və güzel bir gün. Baxım görün bugün başımıza nələr gələcək. İnşallah hər şey yaxşı olar dostlar. Kanala abunə olmağı unutmayın. Və nə deyəcəm? Ondan 7-yə kimi işləyirik. Və 2 gündür özümə saat vermişəm ki, idman eləməyəcəm. Və bugün inşallah yağışlı hava olmasa idman eləməyə qərar vermişəm. İnşallah her şey yaxşı olar. Axar kimi izləmədə qalın. Və biraz zaman çəkəcək çünki metroya gedirəm hal-hazırda. Azacıq yağış yağır. Gün belə geçsə çox da işləyə bilməyəcəyik. İnşallah yağmaz. Allah kərimdir. Bəyəndiyseniz axıra qədər izləyib, bəyəndiyseniz də kanala abunə olmağı unutmayın. Hər yer baxsaq dönərxanadır. Nə bilim. Burada Neftçilər mərkəzi adlanır. O tarafta da Makleler Parkıdır. Bu da Oba Market'tir. Oba Market'in ikinci mərtəbəsində də biz qalırıq. Yəni belə hal-hazırda gedirəm metroya və ondan sonra davam edəcəm. Və bu da Neftçilər metrosudur. Xoş gəlmişik Neftçilər metrosuna. Birinci metroda o kadar da çəkilişə icazə vermədikləri üçün burada bağlamalı olacağım. Deməli sahil metrosunun içərisindəyik. Axırıncı nöqtəmizdir bura. Dostlar, bu videoda edit olmayacak. Ben bunu editsiz koyacağım, paylaşacağım bu defa. Bu da sahil taraf. McDonald's falan. Bilmeyenlere gösterdim. Oranın restoranı, ne bileyim. Gördüğünüz gibi de. Marketler falan. Bunlar da bir 100 metre uzakta bizim iş yerimiz var. Baku City Tour. Böyle. Ben size çekip göstereyim. Orası sahil metrosudur. Bu Manovi'nin yanı solundaki. Burada eğer kim gelmeyibsə bura yolu bilmirsə belə göstereyim de yani kim necə hara gedə bilər. Orada Bravo'dur. İndi onu yaxından çəkəcəm. Sonra oteller falan var burada. Böyük süpermarketler falan. Dönerxanadır. Nə bilim müxtəlif obyektlər var da. İndi biraz tez keçək ki qırmızı olmasın. İnşallah yaxşı bir video alınar, inanıram. Amma növbəti dəfə edit eləməyə çalışacağım. Bu dəfəlik belə paylaşım. Görün bəyənəcəksiniz yoxsa yox. Gələn dəfəyə hansı yeri paylaşım deyin. Paylaşacağım. Buranı çekip paylaşacağım. Burada da otelli, bu sol taraftaki balkon olan yer. Adı təxminən nə idi bunun? Qəribə adı var bunun. Ha, Renaissance Butik Otel. Bəli. Yanımdan çəkeyim. Burada giriş qapısı da Renaissance Butik Otel. Bakı Book Center var ya qabaqda. Kim kitap okumaq xoşlayırsa kitap oxuya bilər.
və qabaqda da Malkan bağı istirahat yeri. Park da deyə bilərik. Dostlar, belə Malkan bağına çatdıq. Burada da təzə açılan kofe modumuz var. Gördüyünüz kimi. Bəli. Və Anadolu paxlava. Burada az qalıb iş yerimə çatım. İndi Malkan bağının içindəyəm. Sonra başqa sizə nəyi göstərim? Bax, terminallar falan. Öz süd var burada. Çox məşhur bir yerdir. Çox turistin və yaxud da ki, yerli xalqın, vətəndaşın axtardığı yer. Burada da istirahət edə bilərsiniz. Öz süd. Bura öz süddür. Və başqa nəyə göstərim? Yəni belə az qalıb ofisimiz də Xəqani Molunun içərisindədir, 2-ci mərtəbədə. Liftlə üzbəüzdür. Ancaq yəni yerlilərlə işimiz yoxdur, ancaq biz xaricilərlə işləyirik. Demək desəm pis olmasın. Dostlar, deməli burada maşallah olsun qədər deyəcək qədər dönərxana var. Yəni hara baxsaq dönərxanadır, hər addım başı dönərxanadır. Malkan dönər, nə bilim, sonra Seyidin dönəri. Həqiqətən bir-birindən dadlı və ləzzətli dönərlər var burada. Kim istəsə yeyə bilər. Qiyməti də münasibdir hər kəs üçün. Və biraz uzaqda şey də var. Nə deyirlər? 1-2 dönər, o da məşhur bir yerdir. Bu da bizim Xəqani Ticarət Mərkəzi. İkinci, bunun 2 dənə girişi var. Bir oradan, bir dənə qabaqdan. Hal-hazırda mən gedim ora. Burada sındıracağım videomu. Və biraz sonra təzədən başlayacağım. İş vaxtı da çəkəcəm. Ola bilsin, dostumu da çağırım. Yəni belə, hələ ki belə gedir. İnşallah bəyənərsiniz. Deməli, saat 10-da açılır bu yer. Saat 10 olmadan qapılar açmaq mümkün deyil. Mühafizə işləyir içəridə. Və hal-hazırda belə göstərim də. Qapılar bağlanmışkən və imkan varkən. Bu da Malkan dönər, nə bilim, Romaşka market, müxtəlif yeri, obyektlər var burada. Biraz qabağa gedim. Bilməyənlər üçün göstərim buna. Turistlərimizdə Hindistanlara bənzəyir. Yox, Pakistanlıdırlar. Bir dəfə məndən tur almışdılar. Oradan tanıyıram. Burada da bu oteldir, dostlar. London Guest House, London oteli. Və bayaq olduğum yerdə, həmənki bayaq olduğum yerdə şey var, Salam Baku ilə Bakı neydi onun adı? 2 dənə otel var orada. Orada da Malkan, o sarı yazını görərsiniz yəqin içəridən. Malkan butik oteli, White butik adlanır. Bunlar da turistlərdir. Yəni belə. Deməli, bu yolun belə geçsəz, oradan sağdan dönüb geçsəz, 28-ə gedib çıxa bilərsiniz. Və başqa bu yoldan belə geçsəz və yaxud da ki, buradan bu tərəfə geçsəz, bulvara gedə bilərsiniz. Və soyuq əllər, isti ürəklər də indidən daha hazırlıq davam edir. O da qış vaxtı, yəni yeni bayramında turistlərin çoxaldığı yerdir. Göstərini verən turistlərin çoxaldığı yerdir ora. Deməli, vaxtın, daha doğrusu qapının açılmasını gözləyirik. Yağış da yağır, maşallah. Az olsa da yağır yəni. Burada da mənim kimi video çəkənlər az deyil. Yəni, belə. İndi birazdan yaxınlaşacağım, deyəcəm, maraqlanacağım hardan olduqlarını. Dostlar, daha bu videonu burada bağlayacağım. Daha çox da uzatmaq istəmirəm. Yəni, editsiz bir vlog çəkdim bugün. Bəyənərsiniz, abunə olmağı unutmayın. Və gələn videolarda da belə vloglar olacaq inşallah və qısa videolar da olacaq. Hər zamanki dediyim kimi. Özünüzdən müğayət olun. Sağ olun.